Herkese salamlar. Bugün yeni bir nömrə video yığmasıyla karşınızdayım. Başlığına gördüğünüz kimi Türk nömrəsi yığacağıq. İlk olaraq nömrələr bölümünə giririk. Yəni Türk nömrəsindən başqa hansı nömrə gəlmək istəyirsə yorumlarda yazmağı unutmayın. İlk olaraq bu qaranı təmiz belə alırıq. Yəni təmiz belə buranı qara eləyirik. Kopyalayırıq, ağ eləyirik, biraz kiçildirik. Və kiçiltdik. Bu sağını solunu biraz düzəldək. Məncə belə qəşəngdir. Əslində facecam'a çəkmək istəmirdim. Çünki obrisini facecam'a çəkmədim. Ona görə. Baxın belə. Bir dənə mavi rəng götürürük buranı. Bir dənə belə mavi eləyək. Məncə qəşəng oldu. Bitirməmişəm, məncə yaxşı olacaq. Bir çox ölçü nömrələri var, amma aslında siz də deyə bilərsiniz. Və görürsünüz kimi bu mavi şey qoya bildik bura. Bura az yox, tır yazırıq. Yəni Türk nömrəsi olmaq üçün. Ağ eləyirik, böyüdürük. Bura qoyuruq. Bir dənə bundan götürürük, qırmızı eləyirik bu səfər. Kiçildirik. Bunu balaca eləyirik. Bura balaca bir Türk şeyə düzəltəcəyik, bayrağı. Yəni Türk nömrəsi olduğunu bilinsin deyə bayraq düzəldirik. Bəlkə tırı silirik buradan. Burada emojiləri girib belə axıra gəlib bayrağın yanındakı bu şeyləri girə bilərsiniz. Belə aşağı gəlin. Biraz gələndən sonra burada ay və ulduz var. Öz kimi oyunda da görsənir. İndi belə böyüdürsünüz. Türk bayrağımıza hazırdır. Türk nömrəsi yazırıq. Məsələn, nə yazaq? 90 məsələn 202. Azərbaycan nömrəsi kimi oxşardı. Sadəcə bəzi şeylər əksik idi. Yəni demirəm pis, amma Azərbaycan nömrəsinə biraz oxşardı. Gördüyünüz kimi onu yapışdırırıq bura. Aralarını məsələn düzəldək. Xət falan qoymadım, xətlə də olmur. Yəni bəziləri qoyar, amma ancaq xətsiz daha yaxşıdır. Buranı qırmızı eləyirik. Bir dənə ay ulduzumuzu alaq. Bura bir dənə Türk nömrəsi düzəldim. Türk bayrağı. Türk nömrəsi deyə də qaldım. Keyboard heç nədir? Emojidən bir dənə bunu seçirik. Bunu böyüdürük. Hazırdır. Bunu çıxırıq. Gördüyünüz kimi Türk nömrəmiz belə görsəndir. Arxasında da belə. Və gələn videoda hansı nömrəni yığmamı istəyirsə, yorumlarda yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.